Deməli dostlarım, tanışlarım, bu son olan məsələlərdən sonra mənə yığıb, zəng vurub soruşurlar ki, Aygül, sənin bu reklamla problemin nədir? Səninki dodağında dolğu yoxdur, səninki dırnaqların qaynaq deyil, silikonun yox, gözləri datdırmamısan, burun zavaskoy Allah verən paydır, ağzında vinir yoxdur, özdə vinil yox, vinir. Sənin problemin nədir bu reklamla? Niyə özünü atmısan ortalığa, boş-boşuna qarğış yiyəsi olursan? Get reklamlarını çək, linkləri paylaş, həyatını yaşa da. Məndən soruşurlar ki, bəs niyə 10-15 ildir bloger olub, yüz minlərlə izləyici yığıb, hər həftə bir prosedur edib, hər həftə bir əməliyyata girib və bunların hamısını özündə paylaşıb, gənc Azərbaycan qızlarını kompleksə salıb, onları bədbəxt edən həmin influencerlər fikir bildirmirlər. Nəinki fikir bildirmirlər, həmin videoya like da qoyurlar, komment də yazırlar. Bəs sənə nə olub? Və əslində belə baxanda hardasa burada həqiqət var. Nəzərə alsaq ki, bir il əvvəl mən bunların geyimini tənqid etdiyim üçün, geyimin də demeyim də seçdikləri konseptin səhv olduğunu demişdim və bunu dediyimə görə şantaj olunmuşdum, təhqir olunmuşdum. Hətta bir neçəsi mənə unfollow da etmişdi, çünki mən qadın düşmanıyam. Məni qadın düşməni çıxardan həmin blogerlər, niyə unfollow eləmirsiniz Taleh Yüzbəyevu? Birdən sabah kino çəkər sizə rol verməz. Narahat olmayın, o kino nə tarixə düşəcək, nə də ki siz o rol üçün Oskar alacaqsınız. Amma mənim üçün hansı kateqoriyaya aid olmağımın heç bir fərqi yoxdur. Mənə görə əgər hansısa bir reklamda qadınlar süni və təbii kateqoriyasına bölünürsə və bir qadının üzü, bədəni obyektləşdirilib dondurma və tortla müqayisə olunursa, bu mənim üçün yol verilməzdir. Və neçə nəfər mənə yazıb soruşur ki, bəs sən illər boyu kişiləri təhqir eləmisən, sənə olar, amma bizə olmaz. Birincisi, mən bu vaxta qədər heç bir kişini təhqir eləməmişəm. Mən hüququ bitirmişəm və təhqirlə tənqidin fərqini çox gözəl bilirəm. Əgər hansısa kişi təhqir olunduğunu sayırsa, hesab edirsə, buyursun məni məhkəməyə versin. İkincisi isə mən 4 ildir blogeram, content creatoram və bu vaxta qədər kişiləri tənqid etdiyim kimi qadınlar da etmişəm. Amma nə yalan deyim, bəzi tanışlarımın bu videoya like qoyub komment yazmağı və ümumiyyətlə bu reklamda problem görməməyi məni üzdü. Ona görə də gəlin bu videoya bir yerdə baxaq. Reklam demirəm, çünki Almanda bu reklam videosunu sildirdi, öz məsuliyyətini boynundan götürdü. Amma hələ də qadınlardan üzr istəməyib, ona görə də mənim şəxsi boykotum onlara qarşı hələ də davam edir. O xatanlar lider olurlar. Bəs sənin yüksələnin nədir? Deyərdim indi. İndi bu Prison 8 zarafat idi, yüksələn. Almanda bu reklama necə razı olmusunuz? Əqrəbdir deyəsən. Oo. Əqrəblər çox məqsəd yönlü insanlar olur. Və belə başa düşmək olar ki, bu cütlük ilk görüşdədir, ilk deytdədir və qadın bürclər haqqında danışır. Və kişinin reaksiyasından belə görünür ki, o bürclərə inanmır və bu qadına axmaq gözü ilə baxır. Belə pis çıxmasın, bu qadın nə etməlidir? Mendeleyevin tabeliyasını sənə əzbər deməlidir, yoxsa Newtonun qanunlarını səninlə müzakirə etməlidir? Bəs sən kimsən? Sən də orta statistik kişisən də, bəlkə Nobel mükafatına layiq görülən alimsən, ya da ki çəkdiyin film Oskar alıb. Və qarşısındakı xanıma sual verib onu tanımaq əvəzinə, onu obyektə, əşyaya çevirib, başlayır onu qiymətləndirməyə. Dodaqda dolğu var, dişlər vinildir. Buxağını götüzdürüb, burnunun ucunu çox qaldırıblar. Məncə kimsə rəngli linzaları qadağa qoymalıdır. Dırnaqları qaynaqdır, gözlər dartılıb. Belə pis çıxmasın, bu qadını deyətə sən çağırmısan. Ya real həyata tanış olmusunuz, ya da ki Instagramdakı şəkillərini görüb bəyənmisən və deyətə çağırmısan. Əgər bu qadın sənin zövqündə deyilsə, onu deyətə niyə çağırmısan? İndi isə ən maraqlı yeri. Hər şey çox gözəldir. Bir kişi bir qadınla görüşdə ola-ola başqa masada əyləşən qadına baxır və ona gülümsüyür. Və həmin qadın görür ki, bu kişinin yanında başqa bir qadın var. Amma buna baxmayaraq o da ona baxıb gülümsüyür. Belə pis çıxmasın, Almanda siz bu reklama razı olanda nəyi təbliğ eləməyə çalışırdınız ki? Bu qızın sizcə neçə yaşı olar? 20-25, bəs Talehin məncə bir 45-50 olar. Yəni qızı yaşında olan bir xanıma baxıb gülümsüyür. Amma burada əsas sual bilirsiniz nədir? Niyə bu aktrisanı Taleh Yüzbəyevlə eyni yaşda olan bir qadın oynamır? 45 yaşlı, saçı ağarmış, üzünü qırış basmış, fillersiz, botoksuz, təbii qadın. Bilirsiniz niyə? Çünki kişilər deyəndə ki, biz təbii qadınları bəyənirik, onlar çox vaxt 20-25 yaşlı qızları nəzərdə tuturlar. Uzun, sağlam saçlar, sızanaqsız hamar dəri, balaca burun, səliqəli alınmış qaşlar, figuradan vəbşə danışmıram. Yəni, əgər bu qızın yerinə başqa bir xanım otursaydı, burnu yekə, dodaqları əyri, çatma qaş, sizcə ona da Taleh Yüzbəyev baxıb
bəhbəhlə təbiidir deyəcəkdi. Və çox adam yazır ki, bu video ancaq süni qadınlara pis təsir edib. Yəni təbii olan qadınlar bu video baxıb gülüb keçirlər. Belə pis çıxmasın. Təbii qadın deyəndə siz nəyi nəzərdə tutursunuz? Saçına kraska qoyan, dırnağına lak qoyan, dişləri əyridir deyə ağzına brekit qoyan qadın artıq təbii sayılmır. Və məsələ burasındadır ki, istəyirsiniz dünyanın ən gözəl qadını olun, amma siz də bir gün qocalacaqsınız. Və doğrudan da deyirəm, bundan gözəl bir şey varmı? Tək ki hamımız o yaşa gəlib çataq, tək ki hamımıza qocalıq qismət olsun. İndi belə bir reklam görə bilərsiniz televiziyada. Kömək lazımdır. Xanım süt var. Və Talih Yüzbəyev elə bildi ki, il 2016-cı ildir və biz qadınlar bu reklam videosuna baxıb güləcəyik. Çıxıb səhvini boynuna almaq əvəzinə, çıxıb qadınlardan üzr istəmək əvəzinə belə bir status sözünü paylaşdı. Yəni biz isteriçkayıq. İsteriçka sözünün hardan gəldiyini bilirsiniz. Bu qədim Yunan sözüdür və tərcümədə matka deməkdir. Və tarix boyu bu sözü bilirsiniz hansı qadınlara deyiblər? Öz haqlarını tələb edən, öz etirazını bildirən qadınlara. Sualım bu videoda problem görməyən qadınlaradır. Elə bilirsiniz tarix boyu susan, hər şeyi yola verən qadınlara görə siz indi təhsil ala bilirsiniz, işləyə bilirsiniz. İstədiyiniz vaxt şalvarı geyinib çölə çıxa bilirsiniz. Öz adınıza bankda kart hesabı aça bilirsiniz. Adınıza mülk, torpaq, ev ala bilirsiniz. İstədiyiniz vaxt bileti alıb xaricə uça bilirsiniz. Və elə bilirsiniz ki, feministlərin savaşdığı bu hüquqlardan istifadə edib, amma özünüzü feminist deməyəndə kişilər sizə medal verəcək. Və feminizmin olmadığı Əfqanistanda yaşamaq istəyirsiniz? Məncə yox. Kişilərə gəldikdə isə mən kişi düşmanı deyiləm. Mən qadınlara, uşaqlara şiddət göstərən kişiləri qınayıram. Mən bütün günü namus qeyrətdən danışıb, amma özünün çıxmadığı, hoqqa qalmayan kişiləri sevmirəm. Evli olub öz yoldaşından ona sədaqətli olmasını tələb edib, özü isə həmin yoldaşına xəyanət edib və bununla fəxr edib, bunu kişilik sayan kişiləri sevmirəm. Və əgər siz bu kateqoriyaya aid deyilsinizsə, mənim sizlə heç bir problemim yoxdur. Və bu 2 gündə mənim adımdan istifadə edib, mənim üstümdən hype tutan, mənim şəklimi öz videosuna yapışdırıb like yığan, komment yığan, mənim var-yoxumu söyən kişilər, elə bilirsiniz mən sizə öz profilimdə paylaşacağam, sizə cavab verəcəm. Bəs nə oldu? Biz qadınlar emosional idik. Məncə əsl isteriçkalar elə siz.